Salam, hər vaxtınız xeyir olsun. Bəli, sizin də vurğuladığınız kimi məhkəmə sahəsində, təcrübəsində artıq bir sıra yeniliklər tətbiq olunacaq və Ali Məhkəmə elə bundan bağlı xəbər yayıb, məlumat paylaşıb və qeyd olunur ki, şəxsi məlumatların artıq şəxsi hüquqların müdafiəsi haqqında yeni plenum qərar qəbul edilib və bununla da artıq hər hansı bir şəxsin razılığı olmadan şəxsi məlumatları yayan media subyektləri cəzalandırılacaq. Təbii ki, məsuliyyət daşıyacaq və bununla bağlı daha təfərrüatlı informasiyanı və bu yeniliyin nədən ibarət olduğu ilə bağlı məlumatı hazırda qonağın vəkil Rəşad Əliyevdən əldə edəcəyik. Xoş gördük Rəşad bəy. Buyurun, təfərrüatları sizdən işləyək. Təşəkkür edirəm. Ümumiyyətlə, şəxsi və ailə hüququna hörmətlə bağlı konstitusiyon norma mövcud idi. Yəni, konstitusiyonun 32-ci maddəsi şəxsi və ailə hüququna hörmət, şəxsin razılığı olmadan foto və video çəkilişə məruz qalmamaq, şəxsi məlumatların yayılmaması ilə bağlı normanı müəyyən edirdi. Həmçinin də bununla bağlı bu əmələ yol vermiş şəxslərin məsuliyyəti ilə bağlıdır. Cinayət Məcəlləsinin 156-cı maddəsində cəza nəzərdə tutulub. Yəni, bu əmələ yol vermiş şəxslər cərimə, islah işləri və ağırlıq dərəcəsindən asılı olaraq həmçinin də azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edilə bilərdi. Hal-hazırda Ali Məhkəmənin plenum qərarında deməli, bu hüquqdan istifadə və bu hüququn tətbiq olunması daha çox belə deyək, vətəndaşların hüquqlarının qorunmasına xidmət edilməsi ilə bağlı məhkəmə təcrübəsini formalaşdıran bir qərardır və bu qərara əsasən şəxsin məlumatı hesab olunan, istənilən məlumat, adı, soyadı, cinsi, ailə vəziyyəti, tutaq ki, nikahı pozulursa, nikahın pozulma səbəbləri və digər istənilən formada şəxsin birbaşa özünə aid olan məlumatların əldə olunması, toplanması və yayılması müəyyən məsuliyyətə yaradacaq. Həmçinin də qərarda qeyd olunur ki, bu cür məlumatlar kütləvi informasiya vasitələrində yayıldıqda şəxsə daha çox mənəvi zərər vura bilər və müəyyən xoşagəlməz negativ hadisələrə səbəb ola bilər və bunun qarşısının alınması üçün kütləvi informasiya vasitələri üçün də bir məsuliyyət müəyyən olunur ki, əgər bu cür məlumatlar məqsədli şəkildə yayılarsa, yaxud da digər şəxslərin vasitəsilə efirdə səsləndirilərsə, bu halda kütləvi informasiya vasitəsi də məsuliyyət daşıyacaq. Təşəkkür edirəm informasiyaları biz və tamaşaçılarımızla paylaşdığınız üçün. Bəli, elə Ali Məhkəmənin şəxsi hüquqların müdafiəsi haqqında plenum qərarı qəbul etməsi ilə bağlı informasiyanı diqqətinizə çatdırdıq və təbii ki, artıq bu yeniliklə məhkəmə təcrübəsində artıq tətbiq olunacaq yeniliklə yəni insanların şəxsi razılığı olmadan onların məlumatlarının yayılması nəticəsində şəxslər məsuliyyətə cəlb olunacaq və elə bununla bağlı da informasiyanı əldə etmiş olduq. Çatdıra biləcəklərimiz bu qədər, söz yenidən sizdədir. Təşəkkürlər Rəqsanə, ətraflı məlumat üçün.